Salam, Çağdaş Azərbaycan Gənci verilişində xoş gördük hər birinizi. Gənclərin uğurları cəmiyyətin gələcəyinə çəkilən ən gözəl rənglərdir. Bugün isə rəngləri yalnız kağız üzərində deyil, uğurları ilə həyatlarına da köçürən istedadlı gənclərimizi tanıyacağıq. Əkbərova Ramilə, Naxçıvan şəhər Ertuğrul Zabit adına alt nömrəli incəsənət məktəbinin rəsm bölməsi üzrə şagirdiyəm. Mən rəsmə daha uşaq vaxtlarımdan böyük marağım olub və bunun üçün valideynlərim mənim rəsmə olan marağımı görüb 2022-ci ildə Ertuğrul Zabit adına incəsənət məktəbinə daxil olmağıma çox böyük yardım göstəriblər və bununla da bizim məktəbimizin müdiri Əbülfət müəllimə və Ələsgər müəllimə çoxlu təşəkkürümü bildirirəm ki, mənim bu məktəbə daxil olmağımda çox böyük rolları olmuşdu. Mən Abbaslı Bahar, Ertuğrul Zabit adına 6 nömrə incəsənət məktəbinin şagirdiyəm. Mən burada 4 il təhsil alıram. Mən rəssamlığa kiçik yaşlarımdan bəri başlamışam. Kiçik yaşlarımdan həvəsim vardı və valideynlərim də bunu görüb məni rəssamlıq məktəbinə yazdırdılar və Ələsgər müəllimə də təşəkkür edirəm ki, o mənim rəsmə doğru yönləndirdi və mənim rəsmi daha yaxşı öyrənməyimdə mənə kömək elədi. Mən Aslanova Xədicə, orta məktəbdə 10-cu sinif şagirdiyəm və həmçinin 2 nömrəli incəsənət məktəbinin rəsm ixtisası üzrə sonuncu sinif şagirdiyəm. Bu il həmin məktəbdən məzun oluram və Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda olan fərdi sərgim mənim üçün böyük bir uğura atdığım addım idi. Bundan öncə 2 dənə də fərdi sərgim olubdu. Yəni bunlar bu qədər məni daha çox həyəcanlandırmamışdı, daha çox belə fərqli bir hisslər yaratmamışdı məndə. Və bu da mənim üçün çox böyük bir sevincdir. İstedad bəzən bir xətlə başlayır, sonra isə böyük bir uğura çevrilir. Gənclərimizin rəsmlərində yalnız rənglər deyil, onların baxış bucağı, duyğuları və gələcək arzuları da əks olunur. Bu məktəbə daxil olarkən mən çox qürurlanırdım ki, mən belə bir məktəbdə təhsil alıram və bununla da Ələsgər müəllim mənə çoxlu öz bildiyi, yəni bilgiləri hamısını mənə öyrətdi. Yəni mənə çoxlu köməkləri oldu. Yəni rəsmin anlayışlarını, rəng çalarlarını, məsələn, alətlərin və qabların quruluşlarını falan öyrətməyə çalışdı. Rəsmdə olan janrları, orada olan rəng çalarlarını və necə işləmək qaydasını mənə öyrətməyə çalışdı və bununla da burada bir neçə rəsmlərim oldu. Bu rəsmlər əsasən mənzərə janrından, naturmat janrındadır və bu rəsmlər mənim öz fikrimin, dünyanı necə gördüyümlə bağlı çəkmişəm. Rəssamlığa olan marağım uşaq yaşlarından idi. Hardasa 4-cü sinifdən başlayaraq rəssamlıq ixtisası üzrə belə həvəsim başladı və bunu da valideynlərimdən gördülər, məni yönləndirdilər rəsmə. İlk dəfə Uşaq Yaradıcılıq Mərkəzində Səkinə Qarayeva oldu müəllimim. Sonra mən daha çox belə marağım artdı və 2 nömrəli incəsənət məktəbinin rəssamlıq ixtisası olduğunu öyrəndim və ora qeydiyyat üçün belə getdim, öyrəndim. Yəni ora adımı yazdırdım və imtahan olanda məndən imtahan götürdülər. Həm məktəbə qəbul oldum. Əsasən mənzərə janrında çəkməyi daha çox sevirəm. Yəni bizim təbiətimizi, yəni təbiətdə olan gözəllikləri çəkmək mənə daha maraqlı gəlir və mənim rəsmlərimin çoxunda Azərbaycanın gözəlliklərini, tarixi abidələrini, yəni rəssamların bəzi işlərindən ilham alaraq bəzi rəsmlərim olur və bununla da Bəhruz Kəngərlinin görkəmli rəssamımız Bəhruz Kəngərlinin bəzi işlərindən ilhamlanaraq bir neçə rəsm
rəsmlərim də olub. 4 ildir də demək olar ki, ən çox bütün janrlardan istifadə etməklə şəkillər çəkmək istəyirəm. Ən çox yağlı boya ilə işləməyi sevirəm. Çünki yağlı boya elə bir boyadır ki, onunla işləyəndə adam daha çox belə rəssamlığa marağı daha çox artır, daha çox olur. Və bu da çox yaxşı bir şeydir ki, mən yağlı boyaya başlamışamsa, deməli rəssamlığa olan marağımı daha çox önə çəkmiş oluram. Ən çox bəyəndiyim işlərimdən və rəssamlar tərəfindən maraqla qarşılanan rəngləri ilə, kompozisiya gözəlliyi ilə seçilən əsərlərimdən biri də Naturmort, milli ornamentlərdən təşkil olunmuş işimdir. Və burada meyvələrin, milli ornamentlərdən təşkil olunan xalçanın və daha çox milliyyətə, mədəniyyətə önəm verdiyim üçün maraqla qarşılanıb, sevilib. Hər bir uğurun arxasında isə həm zəhmət, həm də dəstək dayanır. Gənclərimizin qazandığı nailiyyətlərdə isə müəllimlərinin yönləndirməsi, valideynlərinin inamı da xüsusi rol oynayır. Çünki istedad doğru dəstəklə daha da parlayır. Mən əsgərlərlə əsgər, Azərbaycan Rəssamlar İttifaqının üzvü, 35 ildir Ərtuğrul Cavid adına İncəsənət Məktəbində rəssamlıq sinifində dərs deyirəm, pedaqoji fəaliyyətlə məşğulam. Bu zaman ərzində bizim çox istedadlı şagirdlərimiz olub, çox ümidverici şagirdlərimiz olub. O şagirdlərdən bugün ali məktəbdə, Naxçıvan Dövlət Universitetində dərs deyən tələbələrimiz olub, var hal-hazırda. Bugün ali məktəbdə oxuyan tələbələrimiz var, qurtarıb başqa sahələrdə işləyən tələbələrimiz var. Bizim o istedadlı tələbələrimizdən biri də, son zamanlardakı tələbələrimizdən biri də bizim 4-cü sinifdə təhsil alan Ramilə Əkbərovadır. Ramilə Əkbərova bizim məktəbə gələn bir zamandan öz istedadı ilə, öz bacarığı ilə, öz zəhmətsevərliyi ilə cəlb eləmişdi. Ramilənin bütün müsabiqələrdə Ramilə həmişə yüksək yerləri tutmuşdu. Məktəb daxili və məktəb xarici sərgilərdə iştirak eləmişdi. Mən İbrahimova Leyla, Ərtuğrul Cavid adına 6 nömrə Lisey məktəbinin rəsm müəlliməsi işləyirəm. Mən Bahara 4 ildir burada dərs deyirəm. Bahar bizim sinifə gəldiyi gündən bəri rəsmin sirlərini, rəssamlarını öyrənməyə çalışmışdır. Bahar gəldiyi gündən bəri onun rənglərindən, rəssamlarından, rəngləri mənimsəməyindən bilirdik ki, gələcəkdə onun biz uğurunu görə biləcəyik. Bunun üçün də onu üzərinə daha çox demək, rəsmin sirlərini ona aşıladıq ki, yəni ki, o istədiyi məqsədinə çatsın. Mən Məmmədov Nizami, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan şəhər 2 nömrə İncəsənət Məktəbinin müəllimi. Xəccə mənim şagirdimdir və 4 ildir bizim məktəbə oxuyur, gözəl şagirdlərimdən biridir. Xəccə o bir uşaqlardan fərqi ondan ibarətdir ki, Xəccə heç vaxt paxıllığı yoxdur. Hər uşağa öz köməkliyini göstərir. Onun nəticəsidir ki, keçən Xəccənin fərdi sərgisinin öz məktəbimizdə keçdi, çox gözəl, yüksək səviyyədə keçdi və ondan sonra qabağımıza məqsəd qoyduq ki, Bəhruz Şəngarlarında Rəssamlar İttifaqının sərgi salonunda Aslanov Xəccənin fərdi sərgisini keçdi. Bu günləri çox mən bir müəllim kimi xoşbəxtəm ki, mənim şagirdimin bu günləri fərdi sərgisini keçdirik. Mən necə ki, vaxtında fərdi sərgi keçdiyində mənim ustam Rəcəbov iştirak eləmişdi. Bu yöndə mən fəxr edirəm ki, Xəccənin fərdi sərgisində iştirak edirəm. Bir müəllimin uğuru nədir? Müəllimin uğuru odur ki, öz şagirdinin belə sərgilərində iştirak eləmək müəllimin mənim fikrimcə ən böyük uğurudur. Mən Əkbərova Şəfa, Əkbərova Ramilənin valideyniyəm. Mən Ramilənin baxdım ki, öz-özünə rəsm çəkir. Yəni, internetdən, nə bilim, oradan-buradan yendirib öz-özünə şəkil çəkir. Mən baxdım ki, Ramilədə bu istedad vardı. Gətirdim Ramiləni burada 2022-ci ildə Ərtuğrul Cavid adına İncəsənət Məktəbinə Ramiləni gətirdim. Dedilər ki, Ramilə daha böyükdür də, burada yəni Ramiləni şey eləyə bilmərik, götürə bilmərik.
Amma Ələsgər müəllimi təşəkkür edirəm bugünkü gündə, çox sağ olsun ki, Ramiləni dedi ki, bu uşaq istedadlıdır da, bu uşağı biz buraxmamalıyıq. Ramiləni qəbul elədilər, yəni Ramilə üstündə çox çalışdılar. Mən onlara çoxlu təşəkkür edirəm. Aslanova İlhamə. Xədicə üçün nə deyirəm? Bir ana kimi mən ən uğurlu nə varsa onu mən Xədicəyə tövsiyə eləyərəm. Xədicənin bu rəssamlığa həvəsi irsən gəlir. Anamdan mənə, məndən Xədicəyə, mən muncuqla işləyirdim. Xədicə çəkir, mən muncuqla işləyirəm. Şükür apardım müəllim yanına, Xədicənin istedadını müəllimlər üzə çıxartdı. Oradan da nə deyə bilərəm, Xədicəni ən yüksək yerlərdə görmək istəyərəm. Hansı yerə arzusu varsa rəssamlıqda, mən Xədicəni ancaq orada görərəm. Rəsm sahəsində fərqlənən, sərgiləri keçirilən, sertifikat və nailiyyətləri ilə seçilən gənclər sübut edir ki, istedad və əzm zəhmətlə birləşəndə böyük uğurlara çevrilir. Rəsmlər mənim 4 il ərzində toplandı və mənim bu il 8 aprel 2026-cı ildə fərdi rəsm sərgim oldu. Fərdi rəsm sərgisinin açılmasında Rəssamlar Birliyinin sədri Ülviyə xanıma və Ələsgər müəllimə çox böyük təşəkkürümü bildirirəm ki, mənim bu fərdi rəsm sərgimin açılmasına kömək ediblər. Bu rəsmdə təxmini 30-a yaxın işim var idi. Bu işlər əsasən 4 il içində olan əməyimə ilə bağlıdır. Bu əməyə, yəni Leyla müəllimə və Ələsgər müəllimə təşəkkür edirəm ki, mənə bu işlərin işlənməsində çox böyük rolları olmuşdu. Yəni mən qürur duyuram ki, yəni mənim fərdi sərgim oldu. Bu çox böyük bir şeydir. Yəni hər bir balaca uşaq üçün, yəni gənc üçün fərdi sərgim olması çox böyük bir işdir. Və bu sərgidə Azərbaycanın tarixi abidələrini çəkməyə çalışmışdım. Mənzərə janrında işlərim olmuşdu. Natürmort janrında bir neçə işlərim də var idi. Və təxmini 30-a yaxın işlər var idi burada. Keçən il Novruz bayramında keçirilən sərgidə tədbirdə mən 2-ci yerə çıxmışam və bu ildə keçirilən Novruz bayramına görə olan tədbirdə 2-ci yer tutmuşam. Bu kimi nailiyyətlər əldə eləmişəm. Və ümid edirəm ki, mən fərdi sərgimdə keçiriləcək. Mən ən çox istirəklərdən istifadə edirəm və ən çox meyvə, gül, çiçək kimi şəkillər çəkirəm və rəssamlardan da çox şəkillərinə baxaraq həvəsləndirəm və Ələsgər müəllimlə Leyla müəllimə də mənə bu hissədə mənə kömək edirlər. Onlara da çox təşəkkürlərimi bildirirəm. Fikrimdə, xəyalımda var idi ki, Rəssamlar Birliyində inşallah nə vaxtsa sərgim olacaqdır. İnşallah bunu ərsəyə gətirə bilərəm və bu ildə qərarlaşdırdım ki, 4-cü sinif şagirdi olaraq musiqi məktəbində
həm hesabat sərgisi kimi 4 ildə çəkdiyim şəkilləri sərgiləmək həm məktəb heyəti tərəfindən, həm rəssamlar tərəfindən maraqlı qarşılanır yəqin ki. Və onun üçün qərar aldıq, danışdıq. Sağ olsun Rəssamlar Birliyi də bu sərgini təşkil elədi. 30 dənə əsər sərgiləmişəm və burada qarışıq janrlarda vardı. Natürmort, mənzərə, şəhər salma, portret, yəni bütün detallara toxunmaq istəmişəm. Rənglərin kətanda olan harmoniyasını, daha çox ahəngini yaratmaq istəmişəm. Qara qələmlə də işlərim mövcuddur. Xəccə 4 il bundan qabaq bizim məktəbə sənəd verdi, bizim məktəbə qəbula. Qəbulda şəxsən mən özüm oturmuşdum. Xəccəyin əl işinin birinci iştirakindən mən baxdım ki, Xəccədə o talant vardı. Uşaq çox odur. Və baxdım işinə, çox xoşbəxtəm ki, Xəccə mənim sihmə düşdü, əl işi ilə. Xəccə o bir uşaqlardan nə ilə seçilir? Xəccə o bir uşaqlardan o ilə seçilir ki, Xəccədə prinsip var. Öz işində istəyir ki, kimsə yaxşı bir iş görəndə, bu istəyir ki, ondan da yaxşı iş görsün. O işi mənim çox xoşuma gəlir və elə olur ki, uşaqlarda zəif də uşaq olur. Xəccə çalışır ki, o zəif uşaqlarda da köməklik eləsin ki, o uşaq da irəli getsin və onun da sərgiləri olsun. Necə ki, bu sərgiyə biz 1 ildə hazırlaşırıq. Burada Xəccənin hər mövzuda işi var, karandaşla da işi var, sulu boya ilə də işi var, akril boya ilə də işi var, yağlı boya ilə də işləri var. Burada hər işin üzərində biz dönə-dönə qayıdırıq, işləyirik. Bu iş yaş olur yağlı boya ilə, üstündən tez-tez işləmək olmur. Ondan gözləyir o hissə qurusun, sonra işləyir o hissəni. Ondan 1 ildir bunun üstündə Xəccə çox əziyyət çəkdi və axırı öz sərgisini elədi. 8 aprel Ramilənin fərdi sərgisi oldu. Rəssamlar Birliyində Ramilənin fərdi sərgisi oldu. Sərgisi də çox gözəl keçdi. Çox qürurlandım. Nə bilim, fəxr elədim də, çox fəxr elədim ki, yəni mən Ramilənin anasıyam. Ramilənin bu belə gözəl əl işləri var. Yəni ümid eləyirəm ki, Ramilə gələcəkdə də daha gözəl, yəni bundan da gözəl, yəni nailiyyətləri olar inşallah. Son dövrlərdə Ramilənin Naxçıvan Rəssamlar Birliyinin Bəxri Kəngərlarında sərgi salonunda möhtəşəm bir sərgisi açıldı. Çox gözəl bir sərgisi açıldı. O sərgidə hətta Naxçıvanın peşəkar adlı sanlı rəssamlar da iştirak edirdilər. Sərgidə Ramilənin 28 rəsm işi sərgiləndi. 28 rəsm işi sərgiləndi. Orada natürmort janrında da işləmişdi, mənzərə janrında işləmişdi. Əlavə olaraq tematik kompozisiyalar eləmişdi. Yəni qürur verici iş odur ki, Ramiləni məsələn maraqlandıran mövzular bizim milli mənəvi dəyərlərimizlə bağlı Ramilənin maraqlı işləri vardı. Novruz bayramı ilə bağlı, Naxçıvanın tarixi abidələri ilə bağlı çox maraqlı işləri var idi. Naxçıvanın memarlıq işləri ilə bağlı çox, bir sözlə Ramilənin hansı mövzuya toxunursa, hansı mövzuya baş vurursa hamısını çox uğurla yerinə yetirir. Baharın məktəb daxili sərgisində fərqli mövzularda işlər qoymuşdu. Yenə də Novruz bayramı ilə bağlı işləri var idi, natürmort idi. Yəni ki, məsələn, gül çiçək işlərini o daha çox sevir. Onlardan qoymuşdu. Zəfər günü ilə bağlı, yəni ən çox bayramlarla bağlı işləri var idi. Yəni kompozisiya işlərini daha çox işləyir. Mən dərslərimlə rəssamlığı yəni çox asanlıqla idarə edə bilirəm. Çünki mənə daha asan gəlir bunları idarə etmək.
yəni günlük rutin deyə bilərik. Günlük rutinlə məsələn 2 saatımı rəsmə ayıranda, digər saatlarımı isə dərslərimə ayırıram və beləliklə mən rəsmə də və dərslərimə də böyük bir vaxt ayıra bilirəm. Və gələcəkdə də mən ümid edirəm ki, görkəmli rəssamlarımız kimi böyük bir rəssam olmaq istəyirəm. Mən öz nümunə, yəni Bəhruz Kəngərinə özümə nümunə götürürəm və onun kimi böyük rəssam olmaq istəyirəm. Mən gənclərə bunu bildirmək istəyirəm ki, əgər yəni əllərində qabiliyyət varsa, yəni bir məktəbə daxil olub və öz necə deyim, istəkləri uğrunda, öz nailiyyətləri uğrunda çalışsınlar və mənim kimi yəni gənc olanda özlərinə fərdi rəsm sərgisi açsınlar və daha böyüyəndə isə görkəmli bir rəssamlardan olsunlar. Yəni bunu onlara bildirmək istəyirəm. Mən həmçinin bununla yanaşı 11 nömrəli məktəbin 7-ci sinif şagirdiyəm və rəsm məktəbindən başqa da 11 nömrəli məktəbdə də çoxlu yerlər tutmuşam və orada olan tədbirlərdə də iştirak edirəm. Məsələn, 28 mayda olan tədbirdə çəkdiyim rəsm yer tutmuşdur və mən çalışıram ki, həm dərslərimə, həm də rəsmə vaxtımı ayırım. Həmçinin 6 nömrəli məktəbdə mənim sərgim keçirilmişdi. Bu sərgidə mən ən çox estirəklərdən istifadə etmişəm və meyvə və portret kimi rəsmlərim olmuşdur. Mən bundan sonra istəyirəm ki, mənim fərdi sərgim də olsun və bu da məni çox qürurlandırır. Gənc rəssamlara, rəssamlığa marağı olanlara belə bir söz demək istəyirəm ki, incəsənətlə məşğul olmaq hər kəs məşğul ola bilər. Sadəcə onun detalları ilə dərinliyinə qədər keçmək hər adamın işi deyil. Amma rəssamlığa həvəsi olanlar istəyirəm ki, davam elətdirsinlər, bunun arxasınca keçsinlər. İndiki dövrdə də yəni texnologiya əsridir və insanlar daha çox araşdırır. Rəssamlıqla bağlı, incəsənətlə bağlı çoxlu fikirlər vardı və bunları da görüb, həvəslənib, onlar da rəssamlığı ilə məşğul olub, bu həvəslərin arxasınca keçsələr daha yaxşı olar. Bugün bir daha şahid olduq ki, Azərbaycan gəncləri müxtəlif sahələrdə olduğu kimi incəsənətdə də öz istedadları ilə seçilirlər. Rəsmə olan sevgilərini uğura çevirən gənclərimiz gələcəyin daha böyük nailiyyətlərinə doğru inamla addımlayırlar. Biz də onlara yeni uğurlar arzulayırıq. Elə buradaca sizinlə sağollaşırıq. Növbəti buraxılışımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.